ərzində 4 kiloqram, 5 kiloqram çəki vermək mükəmməl çəki verməkdir. Yəni bundan çox nəticələr arxasınca qaçmayın. Ya uduzacaqsınız, ya həmin mükəmməlliyə gedən yolda azacaqsınız, ya da ki, heç bir nəticə əldə edə bilməyəcəksiniz. Həftə ərzində 1,5 kiloqram itirmək çox gözəldir. Mənim diyetlərimdə də, mənim marafon qruplarımda da xanımlar 1 kiloqram, 1,5 kiloqram arası çəki itirirlər. Bədən quruluşu, yəni mənim üçün ümumiyyətlə diyetdə və qidalanmada önəmli faktor tərəzidəki rəqəm deyil də, mənim qidalanma tərzimin bu insanın bədənində göstərdiyi əksidir. Çünki mən idman proqramı da verirəm. Çünki mən idmandan yanayam. Ümumiyyətlə xanımların idman etməsi bəylərin idman etməsindən çox daha vacibdir. Əzələ kütləsinə sahib olmaq bir xanım üçün bu həyatda deyil, sənə qadın xoşbəxtliyi arzu edirəm. Xanımların qadın xoşbəxtliyi onların normal tonusda olan əzələ kütləsidir. Çünki əzələ kütləsi normadadırsa hormonal balans normada olacaq. Evə qapanırlar, ailə, iş, ev işi və s. özlərini təəssüf ki, unudurlar. Cəmiyyətimizə sağlam xanımlar və sağlam psixologiyalı xanımlar lazımdır ki, sağlam bir gələcək yetişdirsinlər.